Bir çoxunuz universitetə hazırlaşırsınız və elədiyiniz şikayətlərdən biri də bu da akademik rəsmlə bağlı ki, ştrix ata bilmirəm. Ştrix atanda ən çox yaşadığımız problem ştrixlərin səliqəsiz və sıx olmamasıdır. Səbəb nədir? Bunun ilk səbəbini açıqlamaq istəyirəm sizlərə. Karandaş seçimi və karandaşın düzgün yonulmaması. Karandaşı yonarkən qələm yonundan istifadə etməyə ehtiyac yoxdur. Əgər ki, professional şəkildə ştrix ata bilmirsinizsə. İlk öncə əlinizi alışdırmalısınız karandaş yonmağa və karandaşı düzgün yonmağa. Karandaşı yonmaq üçün sizə lazım olan və onun ucunu düzəltmək üçün lazım olan iki vasitə var. Birincisi rezak. Qalın rezaklardan olması daha məsləhətlidir. Çünki dəmiri daha az əyilir və daha səliqəli şəkildə yonmaq olur taxtanın. İkincisi şkurka və yaxud da ki dırnaq pilkası. Bu üçü ilə siz karandaşları tam mükəmməl şəkildə yona bilərsiniz. Bununla ştrix atanda karandaşın ucunun uzunluğu az olduğu üçün ştrixləri çox da səliqəli atmaq olmur. Daha doğrusu siz səliqəli ata bilmirsiniz. Ona görə keçirik indi karandaşın düzgün yonulmasına. Karandaşı yonarkən ilk öncə yaxşı bir rezak götürürsünüz. Əlavə olaraq yaxşı normal karandaş arırsınız. Çünki saxta karandaş firmalarının karandaşlarının taxtası keyfiyyətsiz olur. Çox sarı ağımtılı olan taxtadan biləcəksiniz ki, şeydir, yəni o keyfiyyətsizdir. Biraz yüngül qırmızımtıllıq olmalıdır karandaşda. Yəni taxtasında. Bilməm indi videoda görünür yoxsa yox. Belə olmalıdır. Kohinor da əsas. Bir də ki, saxta olmağını hardan bilirsiniz? Üstündəki yazılar hərəsi bir ölçüdə olur, səliqəsiz olur və belə deyim, orijinalda yazılandan daha böyük və səliqəsiz şəkildə yazılır. Nə edirik ilk öncə? Rezakı açdıq. Rezakla karandaşı yonarkən edilən yanlışlar var. Birincisi, belə necə gəldi, vəhşicə yonmaq, belə yonmaq olmaz. Və yaxud da ki, kartof soyurmuşcasına belə də yonmaq olmaz. Belə tərs tutub karandaş yonulmur. Nə edirsiniz? Qoydunuz rezakı, yarıya qədər açdınız, baş barmağına. Hər dəfəsində baş barmağımızla rezakı itələyirik karandaşa doğru. Və üzü yuxarıya biraz istiqamətləndirik ki, karandaşın ucuna zərər dəyməsin. Uc hissəsini yonmamağa çalışın. Əsasda yeni karandaş yonursunuzsa, rəssamlığa yeni başlayırsınızsa. Çünki karandaşın ucunu tez-tez qıracaqsınız. Mən özüm də bəzən karandaşı qırıram. Amma maksimum daha azdır. Bayağı yoxlama videosunda qırıldı açığı. Təzdən çəkirik ona görə. Yonduq taxtasını. Taxtasını full səliqəlidir yonmaq olar. İndi video çox uzanmasını istəmədiyimdən biraz tez yonuruq. Daha sonra rezakı qoyduq bir qırağa. Götürürük şkurkanı. Başlayırsınız dairəvi hərəkətlərlə uc hissəsini düzləşdirməyə, itiləməyə. Artıq olan hissəsini götürürsünüz, səliqəyə düşsün. Bir nizə qədər iti olana qədər itiliyirsiniz. Всё, tərtəmiz. Bu da bizim karandaşımız.